Salam izləyicilərim. Bugün sizə az ərzaqla necə çox ləzzətli və dietik bir salat hazırladım, onu göstərəcəm. E, Ərzaqları burada qeyd eləyəcəm. Videoda görürsüz. Xiyar, qırmızı soğan, şüyüd və qatıqdan ibarətdir. Zövqə görə pendir də əlavə edə bilərsiniz və əgər istəsəniz buna konservləşdirilmiş qarğıdal da əlavə edə bilərsiniz. Xiyarlar istəyə uyğun doğradım və digər ərzaqları da buna uyğun doğrayıb bir-birinə qarışdıracağım. Səhhətimlə bağlı bir ara videolar çəkə bilmirdim. Uzaq düşmüşdüm buralardan, amma artıq inşallah ki yenidən az da olsa videolar çəkəcəm və paylaşmağa çalışacağım. Sizdən də xahişim budur ki, videolarıma mənə ümumiyyətlə dəstək olasınız və videolarımı bəyənib kanalıma abunə olasınız və bizi yaxınlarınızla da bölüşəsiniz. Təklif elədiyiniz, bildiyiniz reseptlər varsa, etmək istədiyim reseptlər varsa, hamısını birlikdə icra eləyək. Qeyd edeyim ki, mən şef aşpaz deyiləm. Sadəcə öz bildiklərimi və maraq etdiyim, hazırlamaq istədiyim bütün yemək və salatları hazırlayıram. Sizinlə də bölüşürəm ki, yəni bilmədiyiniz bir şey varsa, biləsiz, öyrənəsiz və yaxud da sadəcə maraq üçün baxasınız. Yəni məqsədim budur videolar çəkməkdə. Bir də ki, yeni bir konsept başladacağam. Bundan sonra, yəni axşam yeməyinə nə hazırlayıramsa, hamısını sizinlə bölüşməyə çalışacağam ki, yəni sizə fikir olsun. Çünki nə bişirim sualı bütün qadınların məncə problemidir. Buna görə də çalışacağam ki, yəni bir fikir olsun da sizin üçün də. Sizin də əgər hansısa bir fikriniz varsa, yəni bir yemək məsləhətiniz varsa, rəylərdə bizimlə bölüşün, onu hazırlayaq. Salatımız da ki artıq hazırdır. Göz haqqınızı halal eləyin. Video sonuna qədər baxdığınız üçün çox sağ olun.